keçer barlarım daşım, söylemese Koroğlu'dan bir haber ay. Elden keçen barlarım daşa, söylemese Koroğlu'dan bir haber ney kalır? Ocak yanar eyney kalır. Neredeler ey yadgarlar, nerdigney kalır. Salamlar, saygılar, əziz dostlar. Bu cələsə Təbrizəngi Koroğlu havasının amuzişinə başlayırıq. Bu havamızda kökümüz soldur. Tiyuner ilə as kökü, orta simlər, və üst simlər. Gedək amuzişə, mizan be mizan, əvvəl qismətinin tədrisinə başlayaq. Əvvəl mizanımızın çalğısı bu halətdədir. Bu çalğısıdır. İcrası bu halətdədir ki, doda rast mizraf vururuq ikinci barmaqda, sidə çəp, dubara 2 ilə doda rast, üçüncü barmağı qoyuruq redə, çəp mizraf. İdamədə birinci barmağına si bemolda rastı vururuq, mizraf dəyəndən sonra bilafasilə do pərdəsini tuturuq və səs alırıq. Bu halətdə. Sonra axırda üst simə rast mizraf vururuq. Do. Notların solfej halətdə desək bu halətdə olur. O bəzək not ki si'dir. Onu nəzərdə almasaq bu olacaq. Do, si, do, re, do, do. Aramın çalın bir dəfəndə. Do, si, do, re, do, do. Səriyi bu cür olur. İki simlərin hamısına da vura bilirik bu halətdə. Bu mizan 2 dəfə təkrar olunacaq. Yəni mizanı bədisi də eyni həman bu mizandır. Pəs bunu 2 dəfə xoş sərhəm çalırıq bu halətdə. İki dəfə aram halətində çalıb. İdamə verək mizanı bədi, çalğısı bu halətdə olur. Mizrafları doda rastı vururuq. Sidə çəp, 2 ilə doda rast, redə çəp, 2 ilə doda rast, sidə çəp, qalxırıq, lada rastı vururuq, sonra simi,